Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Masallı rayonu Kürdəbaz kəndində yerləşən fiziki şəxs Qardaşov Mahir Bəbiroğluna məxsus soyuducu ambarda reyd keçirilib. Baxış zamanı soyuducu ambarda saxlanılan ümumi çəkisi 3050 kiloqram olan və korlanma əlamətləri müşahidə edilən ətlər aşkar olunur. Məhsulların dövriyyəsinin qarşısı dərhal alınıb, onlardan nümunələr götürülərək laborator müayinələrə göndərilib. Laborator sınaqların nəticələrinə əsasən sözügedən ətlərin insan istehlakı üçün yararsız olduğu təsdiq olunub. Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülür, istehlaka yararsız ətlərin məhv edilməsi istiqamətində işlər davam etdirilir.